Bugün 8 fevral gündəlik bürclərin proqnozunu danışacağım sizlərə. Videonu bəyənib rəy bildirməyi unutmayın. Daha çox video üçün kanala abunə olun. Qoç. Bugün enerjin çox yüksəkdir və bunu düzgün yönləndirsən böyük qazanc əldə edə bilərsən. Pul mövzusunda gözlənilməz bir xəbər ala bilərsən. İş həyatında yeni təklif və ya əlavə qazanc qapısı açıla bilər. Riskli addımlar atmaq istəsən də tələsməmək daha faydalıdır. Maddi məsələlərdə bir kişinin məsləhəti işinə yarayacaq. Borc vermək və ya almaq üçün uyğun gün deyil. Sevgi həyatında emosiyalar yüksəlir. Sevdiyin insan səndən daha çox diqqət gözləyir. Subay qoçlar üçün ani tanışlıq görünür. Bu tanışlıq ilk baxışdan güclü təsir bağışlayacaq. Keçmiş münasibətlə bağlı bir mövzu yenidən gündəmə gələ bilər. Qərar verməzdən əvvəl ürəyini dinlə. İş yerində rəhbərlik sənin performansını izləyir. Özünü sübut etmək şansın var sözlərinə diqqət et, səhv anlaşılma ola bilər. Maddi baxımdan xırda xərclər arta bilər. Axşam saatları daha rahat keçəcək. Daxili gərginlik azalacaq. Özünə inan. Buğa. Bugün maddi mövzular sənin üçün ön plandadır. Pul ilə bağlı düşündüyün bir plan yavaş-yavaş formalaşır. İş həyatında səbirli davransan, nəticə müsbət olacaq. Gəlirini artırmaq üçün yeni ideya ağlına gələ bilər. Bu ideyanı gizli saxla. İş yoldaşlarınla maliyyə mövzularında mübahisəyə girmə. Pul xərcləyərkən ehtiyatlı ol. Lazımsız alış-verişdən uzaq dur. Sevgi həyatında isə daha sakit enerji var münasibətdə güvən mövzusu ön plana çıxır. Sevdiyin insan səndən açıq danışmağını istəyir. Subay buğalar üçün keçmişdən biri yenidən yaza bilər. Duyğular qarışa bilər. Tələsik qərar vermə. İşdə sənə verilən məsuliyyət artacaq. Bu, gələcək yüksəlişin işarəsidir. Maddi baxımdan axşam saatları daha rahatdır. Kiçik bir pul sevinci ola bilər. Öz dəyərini unutma. Bugün sakit, amma önəmli gündür. Əkizlər. Bugün pul mövzusunda iki seçim arasında qala bilərsən. Hansının sənə daha faydalı olduğunu yaxşı düşün. İş həyatında ünsiyyət gücün artır. Danışıqlar və razılaşmalar üçün uyğun gündür. Yeni iş təklifi ala bilərsən. Maddi baxımdan gəlir artımı ehtimalı var, amma sənədlərə diqqət et. Kiçik detalları qaçırma. Sevgi həyatında hərəkətlilik var, sevdiyin insanla ciddi söhbət edə bilərsən. Bu söhbət münasibəti başqa səviyyəyə daşıya bilər. Subay əkizlər üçün flört dolu bir gün görünür. Sosial şəbəkə üzərindən tanışlıq mümkündür. Keçmiş mövzular yenidən açıla bilər. Duyğularını gizlətmə. İş yerində sənin ideyaların diqqət çəkəcək. Maddi məsələlərdə dost məsləhəti faydalı ola bilər. Axşam saatlarında ruhun yüngülləşir. Özünü daha rahat hiss edəcəksən. Fürsətləri qaçırma. Bugün sözlərin güclüdür. Xərçəng. Bugün maddi güvən mövzusu səni çox düşündürə bilər. Pul ilə bağlı planlarını yenidən nəzərdən keçirəcəksən. İş həyatında sakit, amma məhsuldar gün gözlənilir. Gizli qalan bir fürsət üzə çıxa bilər. Maddi baxımdan ailə dəstəyi önəmlidir. Ev ilə bağlı xərclər arta bilər. Pulu düzgün bölüşdürmək vacibdir. Sevgi həyatında duyğusallıq yüksəlir. Sevdiyin insanla dərin söhbətlər edə bilərsən. Münasibətdə bağlar möhkəmlənir. Subay xərçənglər üçün romantik enerji var. Köhnə tanışlıq yeni hisslər oyada bilər. Keçmiş incikliklər bağışlana bilər. İş yerində səni yoran mövzu gündəmdən çıxa bilər. Maddi rahatlama yavaş-yavaş gəlir. Səbirli ol. Axşam saatları daha romantik keçəcək. Özünü dəyərsiz hiss etmə. Sən doğru yoldasan. Bugünkü qərarlar uzun müddətli təsir göstərəcək. Şir. Bugün pul mövzusunda özünə güvənin artır. Maddi risklər etmək istəyə bilərsən. Amma hər şeyi nəzarətdə saxla. İş həyatında liderlik qabiliyyətin ön plandadır. Rəhbərlik sənin sözlərinə qulaq asacaq.
Yeni layihə təklifi ala bilərsən. Gəlir artıran imkanlar görünür. Amma tək başına qərar vermə. Sevgi həyatında ehtiras yüksəlir. Sevdiyin insan sənin diqqətinə ehtiyac duyur. Münasibətdə qısqanclıq mövzusu çıxa bilər. Sakit davranmaq vacibdir. Subay şirlər üçün cazibə zirvədədir. Gözlər sənin üzərində olacaq. Keçmişdən biri yenidən ortaya çıxa bilər. İş yerində rəqabət arta bilər. Maddi baxımdan axşam saatları uğurludur. Kiçik hədiyyə və ya pul xəbəri ola bilər. Özünü göstərməkdən çəkinmə. Bugün səhnə səndir. Qız, bugün maliyyə məsələlərində daha diqqətli olacaqsan. Pul hesablarını yoxlamaq üçün ideal gündür. İş həyatında planlı davranışın nəticə verəcək. Gözlədiyin bir ödəniş geciksə də gələcək. Xərcləri azaltmaq üçün qərar verə bilərsən. Bu qərar sənə rahatlıq gətirəcək. Sevgi həyatında isə analiz çoxdur. Hər şeyi düşünmək münasibəti yorur. Bir az axına burax. Sevdiyin insanla açıq danışmaq faydalı olacaq. Subay qızlar üçün iş mühitində tanışlıq görünür. Bu tanışlıq ciddi ola bilər. Keçmiş səhvlərdən dərs çıxarırsan. İş yerində diqqətin yüksək qiymətləndiriləcək. Maddi baxımdan sabitlik hissi gəlir. Axşam saatlarında rahatlama var, özünə vaxt ayır. Düşüncələrini toparla. Bugün səssiz, amma güclü gündür. Tərəzi. Bugün pul mövzusunda balans axtarışındasan. Gəlir və xərclər arasında tarazlıq qurmaq istəyirsən. İş həyatında ortaqlıq mövzuları ön plana çıxır. Yeni əməkdaşlıq təklifi ala bilərsən. Maddi qazanc ehtimalı var, amma müqavilələri diqqətlə oxu. Sevgi həyatında romantika yüksəlir. Sevdiyin insanla harmoniya güclənir. Münasibətdə gözəl sürpriz ola bilər. Subay tərəzilər üçün ciddi tanışlıq şansı var, bu tanışlıq uzun müddətli ola bilər. Keçmiş münasibət artıq təsirini itirir. İş yerində sənin ədalətli yanaşman bəyənilir. Maddi baxımdan axşam saatları daha uğurludur. Kiçik qazanc və ya hədiyyə görünür. Özünü qiymətləndir. Bugün tarazlıq sənin gücündür. Əqrəb. Bugün pul mövzusunda gizli məlumatlar üzə çıxa bilər. Maddi planlarını yenidən quracaqsan. İş həyatında strateji düşüncə ön plandadır. Rəqiblərindən bir addım öndə ola bilərsən. Gəlir artımı ehtimalı güclüdür. Amma riskləri yaxşı hesabla. Sevgi həyatında ehtiras yüksəkdir. Sevdiyin insanla münasibət daha dərinləşir. Qısqanclıq mövzusu gündəmə gələ bilər. Açıq danışmaq vacibdir. Subay əqrəblər üçün güclü cazibə var, bir baxış hər şeyi dəyişə bilər. Keçmiş sirlər açıla bilər. İş yerində gizli dəstək alırsan. Maddi baxımdan axşam rahatlama gətirir. İntuisiyana güvən. Bugün hisslərin səni yanıltmayacaq. Güclü qal. Ox atan. Bugün pul mövzusunda şans sənin yanındadır. Gözlənilməz qazanc xəbəri ala bilərsən. İş həyatında yeni istiqamətə yönəlmək istəyə bilərsən. Xariclə bağlı işlər uğurludur. Maddi baxımdan risk etmək cazibədar görünür. Amma ölçünü bil. Sevgi həyatında azadlıq mövzusu ön plandadır. Sevdiyin insan sənin səmimiyyətini istəyir. Münasibətdə açıq danışmaq rahatlıq gətirəcək. Subay ox atanlar üçün uzaq məsafəli tanışlıq mümkündür. Bu tanışlıq maraqlı olacaq. Keçmişdən dərs çıxarırsan. İş yerində motivasiyan yüksəlir. Maddi baxımdan günün sonu daha uğurludur. Özünə inan. Fürsətlər ayağına gəlir. Bugün geniş düşün. Oğlaq. Bugün maliyyə mövzularında ciddi qərarlar verə bilərsən. Uzun müddətli planlar ön plandadır. İş həyatında məsuliyyətin artır. Bu, gələcək yüksəlişin xəbərçisidir. Gəlirini artırmaq üçün əlavə iş düşünə bilərsən. Səbirli ol. Sevgi həyatında məsafə hissi yarana bilər. Sevdiyin insanla ünsiyyəti artırmaq lazımdır. Duyğularını gizlətmə.
Subay oğlaqlar üçün iş mühitində diqqət çəkən biri var, bu tanışlıq zamanla dərinləşə bilər. Keçmiş münasibət təsirini itirir. Maddi baxımdan sabitlik güclənir. Axşam saatları daha rahatdır. Öz zəhmətini kiçik görmə. Bugün səbrin mükafatını verəcək. Dolça. Bugün pul mövzusunda fərqli ideyaların olacaq. Qeyri-adi qazanc yolları düşünə bilərsən. İş həyatında yaradıcılıq ön plandadır. Yeni layihə ilə diqqət çəkəcəksən. Maddi baxımdan dost dəstəyi ola bilər. Birgə iş təklifi gündəmə gələ bilər. Sevgi həyatında sürprizlər var, sevdiyin insan səni təəccübləndirə bilər. Münasibətdə dostluq bağı güclənir. Subay dolçalar üçün gözlənilməz tanışlıq görünür. Bu tanışlıq fərqli olacaq. Keçmişi buraxmaq asanlaşır. İş yerində sərbəstliyə ehtiyac duyursan. Maddi baxımdan axşam saatları uğurludur. Öz ideyalarına inan. Bugün fərqliliyin sənin gücündür. Balıqlar. Bugün pul mövzusunda hisslərin ön plandadır. İntuisiyan səni doğru yönləndirəcək. İş həyatında sakit, amma dərin proseslər gedir. Gizli dəstək ala bilərsən. Maddi baxımdan kiçik, amma sevindirici qazanc görünür. Xərclərə diqqət et. Sevgi həyatında romantika zirvədədir. Sevdiyin insanla emosional yaxınlıq artır. Münasibətdə anlayış güclənir. Subay balıqlar üçün romantik tanışlıq var, bu tanışlıq xəyal etdiyin kimi ola bilər. Keçmiş yaralar sağalır. İş yerində səni anlayan biri var. Maddi rahatlama yavaş-yavaş gəlir. Axşam saatları ruhunu dincəldəcək. Özünü axına burax. Bugün ürəyin doğru yolu bilir.